Ölkədə icbari tibbi sığortanın tətbiqi, regionlarda müasir xəstəxanaların tikilməsi və səhiyyənin əlçatanlığı istiqamətində mühüm addımlar atılır. Dövlət hər bir vətəndaşın sağlamlığını prioritet elan edib. Lakin dövlətin bu ali siyasətini yerlərdə, rayonlarda icra etməli olan yerli səhiyyə məmurları deyəsən tamamilə fərqli reallıqda yaşayırlar. Onların yaratdığı süni bürokratiya və biganəlik dövlətin apardığı islahatların kölgəsində qalır. Bu laqeydliyin ən bariz nümunəsi isə hazırda Saatlı rayonunun Qazanbatan kəndində yaşanır. Kənddə bina var, avadanlıq var, amma insan sağlamlığına etibar etməli olan bircə nəfər də işçi yoxdur. Bəli, bura Saatlı rayonunun Qazanbatan kəndidir. İllərdir ki, bu kəndin sakinləri yerli tibb məntəqəsinin qapısını bağlı görürlər. Səbəb isə acınacaqlıdır. Məntəqədə ştat üzrə bircə nəfər də olsun tibb bacısı yoxdur. Ölkə rəhbərliyi tərəfindən səhiyyə sisteminə milyonlarla manat vəsait ayrıldığı, Təbib və Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq yeniliklər barədə hesabatlar verildiyi bir vaxtda Qazanbatan kəndində sadə bir iynə vurdurmaq, təzyiq ölçdürmək üçün sakinlər kilometrlərlə yol qət edib rayon mərkəzinə getməyə məcburdular. Sakinlər bildirir ki, problem barədə dəfələrlə həm Saatlı rayon mərkəzi xəstəxanasına, həm də təbibə rəsmi müraciətlər olunub. Lakin yerli qurumlar vətəndaşın şikayətinə qulaq asmaq, rəsmi dövlət xəttinə uyğun olaraq problemi yerindəcə həll etmək əvəzinə məsələyə tamamilə kör və kar kəsiliblər. Rayon rəhbərliyinin bu laqeydliyi kənddə xüsusilə az yaşlı uşaqların və yaşlı insanların həyatını birbaşa çətinliyə salır. Dövlətin xalq üçün yaratdığı icbari tibbi sığorta imkanlarından bu kəndin sakinləri niyə yararlana bilmir? Saatlı rayon səhiyyə rəhbərliyi bircə nəfər tibb bacısı tapıb kəndə təyin etməkdə bu qədərmi acizdir? Qazanbatan kənd sakinləri ümid edirlər ki, təbibin mərkəzi rəhbərliyi Saatlı rayon mərkəzi xəstəxanasının bu yaratmaz fəaliyyətini və kənddəki kadr boşluğunu nəzarətə götürəcək. Dövlətin səhiyyə siyasətini rayonda kağız üzərində qoyan məmurların biganəliyinə son qoyulmalı və kənd sakinləri nəhayət ki, öz konstitusion hüquqları olan tibbi xidmətlə təmin edilməlidirlər. Mövzunu diqqətdə saxlayacaq. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.